1911-ci ilin 13 mart tarixi. Müəllim Ledora May və keçmiş dəniz qüvvələri zabiti Harry Ross Hubbard'ın yeganə övladları, oğul övladları dünyaya gəldi. Onlar fərqində deyildi. Gələcəyin dahisi, pedaqoqu, rəssamı, yazarı və qəhrəmanını dünyaya gətirdiklərinin. Bəli, o gələcəyin Məsihi idi. Yazdığı kitabıyla yeni bir dinin əsasını qoymuşdu. Bu oğlanın adı Lafayette Ronald Hubbard idi. Onun daxili aləmi o qədər zəngin idi ki, daxil olduğu George Washington Universiteti belə biliklərini qarşılayacaq heç nə təklif edə bilmir və hətta bu dahi insan universiteti tərk edir. O dünyada ən çox xarici dildə əsəri olan müəllif kimi Guinness-in rekordlar kitabına düşüb. Ümumilikdə 233 milyondan çox kitabı satılıb. 1084 çap əsərinə sahib olmaqla digər kateqoriyada da Guinness-in rekordlar kitabına düşüb. L. Ron Hubbard haqqında dediyimiz bu cümlələri eşitdikdə yəqin ki, ağlınıza belə bir fiqur gəldi. Genius, billionaire, playboy, philanthropist. Bəs əslində olan nədir? Kimdir L. Ron Hubbard? Sizsə bizə dəstək olmaq üçün kanala abunə olub şərh yazmağı unutmayın. Elə isə başlayaq. Əgər kimsə həqiqətən 1 milyon dollar qazanmaq istəyirsə, bunun ən yaxşı yolu öz dinini qurmaqdır. Hubbard'ın ən məşhur aforizmlərindən olan bu cümlə əslində onun gerçək mahiyyətini ortaya çıxarmış olur. O nə pedaqoq, nə rəssam, nə də uğurlu yazar idi. O çox yaxşı yalançı idi. Dahiliyə isə mübahisəli məsələdir. Məşhur fırıldaqçılar Victor Lustig, Frank Abagnale nə qədər dahidirsə, Hubbard da o qədər. Elə isə başdan başlayaq. Hubbard'ın özü haqqında uydurduğu ilk yalanlardan biri universiteti tərk etməsi ilə bağlı idi. 1930-cu ildə atasının göstərişi ilə George Washington Universitetinin inşaat mühəndisliyi ixtisasına daxil olur. Lakin akademik olaraq zəif nəticə göstərirdi. Transkriptləri də əks etdirirdi ki, o atom fizikasına daxil olmaqla bir çox fəndə uğursuzdur. Baxmayaraq ki, sonralar özünü nüvə fiziki olaraq da təqdim edib. Bundan sonra Kariblərə olan uğursuz səfərlərinin ardından Hubbard universitetə qayıtma şansını da itirir. Ardınca Puerto Rico'ya qızıl axtarışına çıxır. Bu müvəffəqiyyətsiz səfərlərindən sonra 1933-cü ildə evlənir və bu evlilikdən Lafayette Ronald Hubbard Jr. adlı övladı dünyaya gəlir. 1933-1938-ci illər arasında 138 ədəd kiçik roman yazır. 1938-ci ildə isə sonrakı dövrlərdə bir çox əsərlərinin əsasını təşkil edəcək və heç vaxt nəşr etdirmədiyi Excalibur əsərini yazır. Hubbard'ın daha bir uğursuz cəhdi Birləşmiş Ştatlar hərbi dəniz qüvvələrinə daxil olması ilə bağlı idi. Dostunun "O bugünə kimi tanıdığım ən ağıllı insandır" rəyindən sonra orduya qəbul ola bilib. Amma sonralar məlum olub ki, dostunun adından da bu məktubu elə Hubbard özü yazıb. Daha sonra Oregon sualtı təqibçisini idarə etmək üçün göndərilir. Bir müddət sonra San Diego'ya yola düşür. Səyahətinin 5-ci saatındaca Hubbard düşmən sualtı qayığını aşkar etdiyini deyir. Bəli, bunu edən illərlə qazandıqları hərbi təcrübəsi olan ekipaj üzvləri deyil, məhz Hubbard olur. Amma böyük ehtimal bu da yalandır. Çünki hadisə barədə danışan Admiral Frank Jack Fletcher bütün hesabatların təhlili əsasında həmin ərazidə sualtı qayıqdan əsər əlamət olmadığını demişdi. Hubbard'ın hərbi karyerası bundan sonra Meksika ərazisində davam edib. Oradan isə müxtəlif xəstəlik bəhanələri gətirərək uzaqlaşdırılıb. O uğursuz hərbi karyerasını sonlandırdıqdan sonra boşanıb və Sarah Norup Hollister ilə evlənir. Yazıcı kimi pul qazanmağa davam edir və yenidən çoxlu hekayələr nəşr edir. Həmin dövrdə Hubbard René Lafayette təxəllüsü ilə hekayələr nəşr etdirirdi. Bu hekayələrin qəhrəmanı bütün qalaktikada səyahət edə bilən 700 yaşlı işıq əsgəri idi. Daha sonra 1948-ci ildən etibarən psixiatriya xəstəxanasında təcrübə keçməyə başladı. Bundan sonra o, madam ki dünyada bu qədər depressiv, psixoloji baxımdan zəif, iradəsiz insanlar var, niyə kəlməsi 1 sentə yazmaq əvəzinə yeni din qurmayım ki, deyib, Scientologiya dininin əsasında dayanan Dianektika əsərini yazmağa başlayır. Əsəri müxtəlif adlarla nəşriyyatlara göndərsə də rədd cavab alır. 1950-ci ildə bir tanışının da köməyi ilə Dianetika psixi sağlamlığın müasir elmi əsərini nəşr etdirməyə bacarır. Qeyd edək ki, Dianetika sözünün anlamı da Dianetics, ağıl vasitəsilə və ya ruh vasitəsilə deməkdir. Elə Scientologiya inancının da təməlində bu kitab dayanırdı. Scientologiya təriqəti sayəsində Hubbard milyonlarla dollar qazanır. O bahalı seanslar təşkil edərək ruhi xəstələri dinləmək adı ilə hər saat üçün yüzlərlə dollar alırdı. Vergilərdən yayınmaq bəhanəsi ilə yaratdığını din adı ilə təqdim etməyə başladı. 1967-ci ildə müxtəlif ştatlardakı maliyyə araşdırmalarından qaçmaq üçün, malqara daşımaq üçün istifadə edilən gəmidən yaxtaya çevrilən Apollon adlı qayığa köçdü. Beynəlxalq sularda yaşamağa qərar verdi.
Hubbard bir neçə il açıq dənizdə qaldıqdan sonra 1975-ci ildə Birləşmiş Ştatlara dönür. 3 il sonra ofislərinə basqın edilir. Həyatının son illərini isə təklikdə keçirdi. O, bu dövrdə Kaliforniyanın San Luis Obispo bölgəsi yaxınlığındakı ucqar fermada yaşayırdı. Bəzi iddialarına görə ölümündən bir il öncə xüsusi elektron sayğacla intihara cəhd edib. Bu dövrdə özünün əsasını qoyduğu kilsənin xəzinəsindən şəxsi hesabına 100 milyon dollardan çox pul köçürməyi də unutmamışdı. 17 yanvar 1986-cı ildə insult keçirən Hubbard bir həftə sonra haqqın rəhmətinə qovuşur. Cəsədi isə kremasiya olunaraq külləri dənizə səpilir. Onun yaratdığı təriqət isə hələ də öz aktuallığını saxlayır. Hətta davamçılar arasında Tom Cruise, John Travolta kimi Hollywood ulduzları da var. Videonun qəhrəmanının əsasını qoyduğu Scientologiya təriqəti barədə isə növbəti videolarımızın birində daha geniş məlumat verəcəyik. Bizi izlədiyiniz üçün təşəkkürlər.